Hər kəs salam, mən Texnoloji Team komandasının pilotu Nizat Hüseynliyəm. Və mən də komandanın yardımcı pilotu Yusuf Nəzərliyəm. Biz Beynəlxalq Sistem Azərbaycan Festivalının Kubsatika dövrəsi üzrə təqdim edirik. Burada tek modelimiz yerləşir. Modelimiz TFK proqramı vasitəsilə dizayn edilmişdir və 3D printer vasitəsilə çap edilmişdir. Həmçinin modelimiz AZSpace 2 pekindən ilhamla yaradılmışdır və 3 əsas hissədən ibarətdir. İlk hissəsi gövdəsi, iki ədəd qanadları və 2 ədəd antena modelidir. Həmçinin gövdənin daxilində kubsat yerləşir. Burada Kubsat modelimizi görürsünüz. Kubsat modelimiz bir çox sensor olaraq təchiz olunmuşdur. Bu, qaz dəyərinin ölçmək üçün MQ2 sensoru, yanğın olub-olmadığını aşkar etmək üçün flame sensoru, temperatur və rütubəti görmək üçün pH bir sensorundan istifadə edilmişdir. Bütün bunları yerinə yetirmək üçün istifadə etdiyimiz mikrokontroller SCP-32-dir. SCP-32 və Blink proqramı vasitəsilə biz bunları idarə edə və görə bilərik. Kubsat modelinin ən üst hissəsində atıcı mexanizmi yerləşir. Atıcı mexanizm serial motor vasitəsilə idarə olunur. Kubsatın ön hissəsində günəş panelləri yerləşir. Günəş panelləri yardımçı və enerji mənbəyi rolunu oynayır. Burada Blink proqramında hal-hazırda temperatur və rütubəti aydınlıqla görə bilirik. Həmçinin əgər biz burada mühit olaraq yanğın mühitini yaradırıq. Gördüyünüz kimi burada pH olan sıfır dəyəri 1 olaraq yanır. Yanğının qarşısını aldıqda bir müddətdən sonra bir yenidən sıfıra qayıdır. Zıvıq yanğının olmadığını göstərir. İlkin mərhələ üçün bu sensorlardan istifadə edilmişdir. Növbəti mərhələlərdə Kubsatın önündə SCP-32 kamera modulu üçün, üzərində GPS giroskop modulları üçün xüsusi yerlər ayrılmışdır. Beynəlxalq Sistem Azərbaycan Festivalı 2023-də görüşənir.